Bəzən oturur müsəlman, o Allah Azza və Cəllə nə dedi? Onlar etdiklərini göstərirlər. Məsələn, oturur deyir ki, biz 10 dənə aliyə baxırıq, düzdür? Biz 50 dənə aliyə baxırıq. Biz illərdir müsəlmanların hizmətindəyik. Və ya başqa birisi gəlir deyir ki, biz bu din üçün bədəl ödəyəndə filan kəslər hələ yox idi, filan kəslər hələ özünün də xəbəri olmadan, subhanallah, necə təhlükəlidir, özünün də xəbəri olmadan 20 ilini hədər eləyə bilir. Yəni 20 ili hədər etmək sənin bu iki dodağın arasından çıxan bir kəlməyə bağlıdır. Yəni o 20 ili hədər etmək, o 20 ili qaldırıb yerə vurmaq sənin ağzından çıxardığın bəzən bir kəlməyə. Qardaşım biri deyir ki, vallahi deyir, bir əməlimi deyir 20 ilə yaxın gizlətdim deyir. Bir əməlimi 20 ilə yaxın müddət gizlətdim deyir. Və lakin deyir, günün birində o əməli deyir, insanlara danışdım deyir. Yəni, təsəvvür elə şeytan elə bir düşməndir ki, o əməli puç etmək üçün əlindən gələn hər bir şey eləyir. Yəni, təsəvvür elə adam əməlini 20 il sıxıb gizlədib, 20 ildən sonra açır insanlara, 20 ildən sonra açır insanlara danışır. Ona görə riya